ki boğazlardan. Tasmaniyanı Avustralya'dan ayıran Bass boğazıdır. Yeni Qviney adasını Avustralya'dan ayıran Torres boğazıdır. Torres boğazı deməli Arafurla Mərcan dənizini birləşdirir və eyni zamanda iki okeanı da birləşdirir. Hind okeanı ilə Sakit okeanı. Bass boğazı da iki okeanı birləşdirir. Hind okeanı ilə Sakit okeanı. Madagaskar adasını Afrikadan ayıran Mozambik boğazıdır. Sonra Qırmızı dənizlə Bədən körfəzini bir-biri ilə birləşdirən Babil-Məndəb boğazıdır. Babil-Məndəb boğazı iki materiki də və iki qitəni də yerləri bir-birindən ayırır. Cənubi Amerikanın sahillərində odlu torpaq adalarını Cənubi Amerikadan ayıran Magellan boğazıdır və Drake boğazı da Cənubi Amerika ilə Antarktidanı ayıran boğazdır. Ən enli və ən dərin boğaz Drake boğazıdır. Ən uzun boğaz isə Mozambik boğazıdır. Şimali Amerikadakı əsas boğazlardan Bering boğazıdır. İki dənizi Skotla Bering dənizini birləşdirir. İki okeanı, Şimal Buzlu okeanını Sakit okeanı bir-biri ilə birləşdirir və iki materiki ayırır. Avrasiya ilə Şimali Amerika materikini bir-birindən ayırır. Davis boğazı Grenlandiya ilə Baffin torpağını bir-birindən ayırır. Hudson boğazı Hudson körfəzi ilə okeanı birləşdirir. Daha sonra burada Florida və Yucatan boğazları var. Yucatan boğazı Meksika körfəzi ilə Karib dənizini birləşdirir. Yucatan yarımadası ilə Kuba adasını bir-birindən ayırır. Florida boğazı Florida yarımadası ilə Kuba adasını bir-birindən ayırır. Meksika körfəzi ilə Atlantik okeanını birləşdirir. Gəldik Avrasiyaya. Deməli, burada var Kerç boğazı Azov dənizi ilə Qara dənizi birləşdirir. Krım yarımadası ilə Taman yarımadasını ayırır. Sonra Bosfor boğazı Qara dənizlə Mərmərə dənizini birləşdirir. Burada Dardanel boğazı da Mərmərə ilə Egeyi birləşdirir. Buradakı uşaqlar üç boğazın üçü də Kerç, Bosfor və Dardanel iki qitəni ayırır. Avropa ilə Asiyanı bir-birindən ayıran boğazlar kimi göstərilir. Cəbəl Tariq boğazı Aralıq dənizi ilə Atlantik okeanı birləşdirir və Avrasiya ilə Afrikanı bir-birindən ayırır. Böyük Britaniyanı Avropadan ayıran La Manche və Pas-de-Calais boğazlarıdır. Şimal dənizi ilə Baltik dənizini birləşdirən 5 dənə boğaz var burada. Skagerrak, Kattegat, Böyük və Kiçik Belt boğazları, bir də Zund boğazı, Eresun yaxud Zund boğazıdır. Şimal Buzlu okeanda Novaya Zemlyanı Avrasiyadan ayıran Kara Darvasası boğazıdır. Bu boğaz vasitəsilə Barents dənizi ilə Kara dənizi bir-biri ilə əlaqələnir. Beringi bayaq göstərdi digər tərəfdə. Gəldik Sakit okean sahillərində. Saxalin adasını Avrasiyadan ayıran Tatar boğazıdır. Bura Kuril adalarıdır. Bura dedik Yapon adalarıdır. Saxalinlə Yaponiyanı ayıran Laperus, Kuril adaları ilə Yaponiyanı ayıran isə Kunaşir boğazıdır. Koreya boğazı Koreya yarımadası ilə Yaponiyanı ayırır. Yapon dənizi ilə Şərqi Çin yaxud Sarı dənizi bir-biri ilə əlaqələndirir. Burada Tayvan boğazı Tayvan adasını Avrasiyadan ayırır. Malakka boğazı Malakka yarımadası ilə Sumatra adasını ayırır. Eyni zamanda Hind okeanı ilə Sakit okeanı da birləşdirir. Zond boğazı Sumatra ilə Yavanı bir-birindən ayırır. Hind okeanı ilə Sakit okeanı əlaqələndirir. Şri Lankanı Hindistandan ayıran Polk boğazıdır. İran körfəzi ilə Oman körfəzini birləşdirən Hörmüz boğazıdır. Bu qədər.